Cruises.azın dəyərli dostları, sizə dünyanın ən böyük, ən yeni gəmilərindən birini təqdim etmək istəyirəm. Odyssey of the Seas Royal Caribbean Amerikan gəmi şirkətinə aid bir gəmidir. Kifayət qədər böyük gəmidir. Detallarını da bir sonraki videolarda mən sizinlə bölüşəcəm. Bu gəminin ən arxasında yer alan və çox funksiyalı bir əyləncə məkanıdır. Burada müxtəlif tədbirlər, hal-hazırda hazırlıqlar gedir ki, yəqin ki bu axşam olacaq. Bu yuxarıda gördükləriniz bunlar 6 ədəd şeylər iştirak eləyir. Axşam tədbirlərində və yaxud görüntülü neysə. Yuxarıdakı işıqlar bu əyləncəni kifayət qədər maraqlı hala gətirir. Gördüyünüz kimi sadə bir səhnə var. Amma ona baxmayaraq yuxarıdakı hissələrdə məsələn, hal-hazırda məşq edir. Burada buranı bir səhnə kimi də istifadə edə bilirlər. Yuxarıda da var görüntü. Orada da oturmaq mümkündür. Və bu gəminin ən arxa hissəsidir. Əla.